Məşhur teleparcı Tarix Əliyevin səhhətində qəfil problem yaranıb və o hazırda həkim nəzarəti altındadır. Milli Az xəbər verir ki, aparıcı gün ərzində canlı yayım zamanı özünü narahat hiss edib. İlkin olaraq vəziyyətinə ciddi əhəmiyyət verməsə də, axşam saatlarına doğru səhhətindəki narahatlıq daha da artıb. Aparıcının halının pisləşməsi səbəbilə dərhal tibbi müayinələr aparılıb. Müayinələr zamanı Tarix Əliyevin arterial təzyiqinin kəskin şəkildə yüksəldiyi müəyyən edilib. Bununla yanaşı saturasiya, yəni qanda oksigen səviyyəsinin də kritik həddə düşdüyü aşkarlanıb. Həkimlər bu göstəricilərin ciddi risk yaratdığını bildirərək vəziyyəti nəzarətdə saxlamağın vacibliyini vurğulayıblar. Səhhətində yaranan problemlərin ciddiliyini nəzərə alan tibbi heyət aparıcının stasionar müalicə almasını zəruri hesab edib. Bu səbəbdən Tarix Əliyev xəstəxanaya yerləşdirilib və mütəmadi tibbi nəzarət altına alınıb. Həkimlərin verdiyi məlumata görə aparıcıya səhhəti tam bərpa olunana qədər iş fəaliyyətini müvəqqəti olaraq dayandırmaq tövsiyə edilib. Ona stres və gərginlikdən uzaq durmaq, istirahət rejiminə ciddi əməl etmək və həkim göstərişlərinə tam riayət etmək tapşırılıb. Hazırda Tarix Əliyevin vəziyyətinin stabil olduğu bildirilir. Yaxın saatlar və günlər ərzində aparıcının səhhəti ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.